Dostlar, gördüyünüz kimi gilas ağacıdır. Bugün sizə gilas ağacında rast gəlinən albalı mənnəsi, miyuzis cerasi haqqında məlumat verəcəm. Deməli, qara və ya tünd yaşıl rənglərdə olur. Gördüyünüz kimi gilas yarpaqlarıdır. Əsasən gənc yarpaqlarda olur, bələnkimiş gördüyünüz calancaqlarda olur. Çünki belə qoca yarpaqları, ağız aparatları onların əziyyət çəkdiyi üçün ancaq elə inkişafda olan zoğlarla qidalanırlar. Zərəri elə gördüyünüz kimi bükülür, inkişafda olan zoğlar, deformasiya eləyir, bitkini, belə deyək, ağacı inkişafını zəiflədir. Özünüz bilirsiniz ki, yəni may-iyun aylarında lider budaqlar inkişaf eləyəndə belə bir problem ağacı zəiflədir, inkişafını saxlayır. Böyük bir minusdur bu. Belənkimiz, məsəl üçün, yarpaqların üstündə şişək şəklində ifrazatı olur. Bu da istər-istəməz göbələk xəstəliyi yaranmağına şərait yaradır. Həm də ayaqlarında, belə deyək, virus xəstəliyini yayma potensialı var bu mələnələrin. Bioloji dövrü, dedim, yazda hava istiləşdikcə aktivləşirlər. Bir mövsü ərzində bir neçə nəsil verə bilirlər. Qışda isə oduncaqda gördüyünüz kimi yumurta şəklində bir sezondan o biri sezona keçirlər və onun üçün də deyirlər ki, yəni yarpaq töküləndən sonra bordo məhlulu vurun ki, qabığın altında qalmasın bunlar. Mübarizə üsulları, yenə də deyirəm, zədələnmiş budaqları, yarpaqları budanaraq yandırılması, bağdan çıxarılması, bağın təmiz saxlanılması, yəni bəzi insanlar bağda, yəni belə deyək, gilas ağaclarının arasında ot saxlayırlar ki, mal-qaraya vermək üçün. Onun üçün də yəni insanlar ya meyvəni fikirləşməlidir, ya da mal-qaranı. İkisi bir yerdə alınan şey deyil. Yəni alaq otların təmizlənməlidir ağacların altından. Belə deyək, təbii mübarizə, bəzən yarpaqlarda görə bilərsiniz də, yəni el arasında boji korovka kimi deyilən, yəni Allah quşu deyirik. Onların düşmənləri də mələnələrlə qidalanırlar. Yəni xeyirlidir, yəni belə deyək. Kimyəvi dərman olaraq brimikarb, nə bilim, imidaklopirid, lambda, nə bilim, lambda siholotrin, ən belə dədə-babadan bizim istifadə etdiyimiz yarpaqlar, belə deyək, mart ayında, aprel ayında sıçan qulağı boyda olanda mostarla, yəni ağacı çimizdirsiniz, bəs eləyir. Həm də ki, sezon boyunca ya da 2 həftədən bir ağaca nəzarət eləyin. Əsas bu da inkişafda olan bu cavan zoğlara gördüyünüz anda yenə də çimizdirin ağacı ki, zərər verməsin sizə.